İnsan çox vaxt elə bilir ki, həyat sadəcə qazanmaqdan ibarətdir. Daha çox uğur, daha çox əşya, daha çox səs-küy. Amma əslində biz itirdiklərimizlə böyüyürük. Hər bir itki qəlbimizdə yeni bir boşluq deyil, yeni bir dərinlik açır. Heç düşünmüsənmi, niyə ən gözəl xatirələr həmişə biraz kədərlidir? Bəlkə də ona görə ki, o anın bir daha geri gəlməyəcəyini bilirik. Biz keçmişin tozlu səhifələri ilə gələcəyin dumanlı ümidləri arasında sıxılıb qalan yolçularıq. Amma bu yolu mənalı edən çatacağımız mənzil deyil, atdığımız hər addımda kimə çevrildiyimizdir. Qaranlıqdan qorxmaq lazım deyil. Ulduzlar yalnız qaranlıq çökəndə görünür. Eləcə də insanın həqiqi gücü hər şeyin bitdiyini sandığı o sükut anında üzə çıxır. O zaman anlayırsan ki, ən böyük inqilab insanın öz içində baş verir. Həyat bir kitabdır. Bəzi fəsillər qısa, bəziləri ağrılı ola bilər. Amma qələm hələ də sənin əlindədir. Yazmağa davam et. Çünki sən sadəcə bu hekayənin oxucusu deyil, onun yazıçısısan.